Virtual məkanda mövcud olan təhdidlərin qarşısının alınması, informasiya texnologiyaları mühitində vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədi ilə Kiberpolis tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir. Belə ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat texniki tədbirlər zamanı dnvrad.info domeni adı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompüter sistemlərinə zərərli kiber müdaxilə proqramlarının satışının həyata keçirildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq saytın Sumqayıt şəhər sakini Fərid Cəfərli tərəfindən yaradılaraq idarə edildiyi müəyyən olunub və o saxlanılaraq baş idarəyə gətirilib. Araşdırma zamanı Fərid Cəfərlinin qeyd edilən saytda kompüter avadanlıqları ilə yanaşı mobil telefon zənglərinin saxtalaşdırılması, istənilən nömrədən hədəf nömrəyə zənglərin edilməsi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsinin qarşı tərəfə göndərilməsi funksiyalarına malik və kibercinayətlərin törədilməsində istifadə olunan digər zərərli proqramların satışını da həyata keçirdiyi müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs həmin proqramların satışını kriptovalyuta qarşılığında həyata keçirib. O, proqramları almaq istəyən şəxslərdən bunun müqabilində müxtəlif məbləğlərdə USDT kriptovalyutasını istifadəsində olan virtual hesaba köçürülməsini tələb edib. Telegram sosial şəbəkəsi və öz yaratdığım sayt üzərində Android və Windows əməliyyat sistemləri üçün olan zərərli tətbiqləri satışa çıxartmışam və bunun müqabilində müəyyən məbləğ əldə etmişəm. İfşa olunmamaq üçün və tapılmamaq üçün ödənişləri kriptovalyuta şəklində qəbul etmişəm. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin kompüter sisteminə yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə şərait yaradılması maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.